Birinci bunu qeyd etmək istərdim ki, İslam dini cəmiyyəti islah etmək üçün göndərilib. Yəni İslam dininin məqsədlərindən biri də cəmiyyətin islah olunmasıdır. İnsanların islah olunmasıdır. Və məhz bu səbəbdən İslam dini insan üçün zəruri olan 5 şeyi qorumaq üçün göndərilib. Və bu 5 şeyə İslam dinində, yəni şəriət elmində əd-daruriyyətul xams, yəni 5 zəruri demək ünsür və yaxud 5 zəruri şey deyilir. Və bunlar da nədir? Bunlardan birincisi dindir. Yəni İslam dini insanın dinini qorumaq üçün göndərilib və qoruyur. Və məhz buna görə də İslam dini dinə xələl gətirən və dini zəiflədən hər bir şeydən insanı çəkindirmişdir. Və həmçində müəyyən ibadətlər buyurub və bu ibadətlər insanın dində sabit qalmasına səbəbdir. Həmçində müəyyən mövsümlər, ibadət mövsümləri, həc, Ramazan orucu, cəmaət namazı, gündə 5 vaxt namaz. Yəni bunlar hamısı nə üçündür? İnsanın İslam dinində sabit qalması üçündür. Deməli birinci nə oldu? Din. İslam dini qoruyur. İkincisi İslam dini canı qoruyur. Yəni insanın canını qorumaq üçün gəlmişdir, göndərilib. Və məhz bu səbəbdən Allah Taala cana qəsd edəni öldürməyi buyurur. Yəni cana can. Bəli, cana can. Nə üçün? Bəli, nə üçün? Çünki bununla digər insanların canının qorunması var. Necə ki Uca Allah Quran-Kərimdə buyurur: "Və lakum fil qisasi hayatun ya ulil albab." Ey ağıl sahibləri, sizin üçün həqiqətən qisasda, yəni cana can, qisas almaqda sizin üçün həyat vardır. Həyat buyurur. Amma zahirən baxanda, məsələn, bir insanı öldürürlər zahirən. Yəni başqa birini öldürdüyünə görə öldürür. Burada ölümdür. Amma Allah Taala onu nə adlandırır? Həyat adlandırır. Və İbn Kəsir nə deyir bu ayənin təfsirində? Deyir ki, nəyə görə Allah Taala bunu həyat adlandırdı? Çünki deyir ki, neçə insanlar var ki, başqa insanların öldürülməsini artıq özlərində qərar veriblər. Amma düşünüblər ki, mən də öldürüləcəm və bu səbəbdən əl çəkiblər. Bu əməldən əl çəkiblər. Ona görə də bir insanı başqa bir insanı öldürdüyünə görə öldürülməsi və həmçində bunun insanların qarşısında olunması, baş verməsi bu özü digər bir insanlara ibrətdir və canın qorunmasıdır. Üçüncüsü malın qorunması. Yəni İslam dini malı qoruyur. Yəni ən əsas şeylər. Bəli, 5 zəruri şeydir. 5 zəruri şeylər. Yer üzündə insanların hamı da ona görə çalışır. İnsanların həyatda yaşaması üçün zəruri olan 5 şey. Din, demək can, qeyd elədik can. Üçüncüsü mal. Çünki mal həqiqətən də insanın həyatda yaşaması üçün çox önəmli bir vasitədir, səbəbdir. Və məhz buna görə də İslam dini malı qoruyur və oğrunun əlinin kəsilməsini buyurur. Düzdür, oğrunun əlinin kəsilməsi yəni hər xırda şeyə görə yox, müəyyən məbləğ var, müəyyən hətta örtülü bir yerdən götürəcək. Bu şərtləri var. Yəni İnşallah oğurluq barədə başa düşmək lazımdır ki, kiçik bir qələmə uğradısa, xeyr. Əl kəsilir bəli. Üçüncüsü demək maldır. Dördüncüsü demək İslam dini nəsli qoruyur. Nəsli qoruyur, yəni nəslin qarışmamasına. Və bu səbəbdən də zina qadı haram edilib. Nə üçün? Çünki zina etmək artıq nəslin qarışmasına gətirib çıxardır. Necə ki, bəzi günümüzdə qeyri-İslam cəmiyyətlərində bu hadisə baş verir. Bilinmir bu kimin oğludur, o kimin qızıdır. Hətta gətirib son nəticədə yəni bu məlumatsızlıq bacı qardaşın evlənməyinə gətirib çıxarda bilər. Yəni bilmədən. Ona görə İslam dini nəsli qorumağı buyurur və bu səbəbdən də zinanı haram edib. Və bu oldu dördüncüsü. Beşincisi isə ağlı. İslam dini ağlı qoruyur. Yəni insanın ağlını qoruyur. Və məhz bu səbəbdən də Uca Allah, yəni dinimiz bizə ağlı aparan və həmçinin ağlın getməyinə, ağlın örtülməyinə səbəb olan, yəni insanı sərxoş edən hər bir vasitələri, həmçinin qidaları və s. haram edib. Və buna da nə daxildir? Həm sərxoş edici içkilər, həm narkotik maddələr, həm psixotrop dərmanlar, uyuşdurucu hər bir şey. Yəni o şey ki, insanın ağlına təsir edir, insanın ağlını örtür, o qadağandır, haramdır. Və bunun qadağan olması demək tək həm Quran, həm sünnə hədislərdə, həm də bütün İslam alimlərinin yekli rəyi ilədir. Yəni yekli rəyi ilə bu şeylərin haram olması demək bildirilir. Yəni elə bir İslamda elə bir məzhəb mi deyim, elə bir alim yoxdur ki, məsələn bunu icazəli görsün. Bütün alimlər yekli rəylə qərar vermişlər ki, yekli rəyə gəliblər ki, insanın ağlını örtən hər bir şey haramdır. Həm də üzr istəyirəm Eşən qardaş, yəni Allah Taala insana fitrət verib də. Hətta məsələn evdə görürsən ata öz kiçik uşağına demir ki, gəl oğlum gəl oturaq bir yerdə stol arasında içək. Deyir oğlum bax içmə gələn. Çünki insan bilir özü ki bu haramdır. Nəinki İslam cəmiyyətləri, hətta qeyri-İslam cəmiyyətləri narkotiklərin və həmçinin də içkinin əleyhinədirlər və həmçinin də bununla mübarizə aparırlar. Hətta onlar da qəbul edirlər ki, yəni bu zərərdir. Bu insan cəmiyyətinə, insanın həyatına zərərdir. Hətta bəzi ölkələr, yəni qeyri-İslam, yəni İslam ölkələrində sözsüz ki, bunun cəzası ölümdür. Əgər bir insan bunun satışı ilə məşğuldursa, bu ölümdür bunun cəzası. Amma hətta qeyri-İslam cəmiyyətində, məsələn Çin ölkəsində, Çində uyuşdurucu maddələr satmağa görə ölüm cəzası. Ölümdür, bəli. O ölkədə Taylandda, o tərəflərdə. Hətta onlarda belə qəbul edirlər. Mübarizə aparırlar bu şeyə görə. Yəni bu da dəlildir ki, dəlalət edir ki, yəni bunun haram olmasının insanlar fitrətən bilir. Çox demək şiddətli olmasını dəlalət edir. Və həmçinin də ağıl elə bir nemətdir ki, insanı digər
məxluqlardan fərqləndirən əsas xüsusiyyətdir. Və həmçinin də insanın mükəlləf olmasının səbəbi nədir? Mükəlləf yəni şəriət qaydalarını, şəriət əmrlərini yerinə yetirməyi vacib edən nədir? Məhz onun demək ağlı başında olmasıdır. Biz bilirik ki, mükəlləf insanın şərtlərindən biri nədir? Həddi buluğa çatması və ağlı başında olması. Bəli. Həmçinin də uca Allah məhz bu demək nemətə görə, bu xüsusiyyətə görə insanı digər yaradılanlardan üstün etmişdir. İnsanı hörmətli etmişdir. Necə ki, uca Allah Əl-İsra surəsində buyurur ki, biz Adəm oğullarını hörmətli etdik. Onları quruda və dənizdə minik üzərində daşıdıq. Onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik. Əl-İsra surəsi 70-ci ayə. Və bu ayənin şərhində, təfsirində Əl-Qurtubi buyurur ki, burada insanın digər məxluqlardan üstün edilməsi onun şuuruna və dərrakəsinə görədir. Çünki ağıl insanın mükəlləf olmasının əsas göstəricisidir. Və niyə görə? Çünki insan məhz ağlı ilə xeyri zərərdən ayıra bilir. Məhz ağlı ilə halalı haramdan ayıra bilir. Və yaxşını pisdən, həmçinin şəriət əhkamlarını dərk etməsinə səbəbdir. Və həmçinin onun üçün dünya və axirətdə faydalı olan və həmçinin zərərli olan şeyləri nə ilə ayıra bilir? Məhz ağlı ilə. Və insan əgər ağlını itirərsə, bu zaman insan heyvandan heç bir fərqi olmur. Hətta insan ağlını itirdikdən sonra heyvandan da pis aşağı olur. Niyə görə? Çünki bəzi heyvanlardan faydalanmaq olur. Bəzi heyvanlar məsələn baxırsan ki, zərər vermir. Amma insan, necə ki alimlər qeyd edir, insan ağlını itirdikdə isə heyvandan da daha aşağı olur. Niyə görə? Çünki artıq bu insandan heç bir xeyri olmur. Əksinə bu insandan hər cür şər gözləmək olur. Yəni özün fikirləş, içkili insana niyə görə hamı içkili insanı saxlayır, içkili insanı çalışırlar ki, ayrılana kimi? Çünki buraxsalar hər şey edə bilər. Bunu cahillikdə müşahidə etmişik. Yəni toylara getmişik, görmüşük ki, qalstukla gözəl bir şəkildə geyinmir, ağsaqqal kişidir, gəlir, toyun sonunda sürtdü çıxarır o məclisdə. Hətta orada dava salır, ölüm hadisəsi və sair hər şey. Ona görə də içki, yəni sərxoş edici içkilər, insanın hansı hala salır? Bunlar nədir? İnsanın peşmançılıqdır. Bunlar ailələrin dağılmasıdır. Bunlar ölüm hadisələrinin baş verməsinə səbəbdir.